Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pərpirut qızı. Keçən dərslərdə artıq sizə bildirmişdim ki, həftədə bir dəfə olmaqla sizlərə kurikulumdan mövzu sınağı və yaxud mövzu izahı təqdim edəcəyəm. Bu günlərin bir daha sizlərə mövzu sınağı təqdim edəcəyəm. Əgər bu izah sizin üçün faydalıdırsa, kanala abunə olmağı, eyni zamanda da həmkarlarınızla bölüşməyi unutmursunuz. Dərslər haqqında məlumat almaq istəyirsinizsə 055 527 2599 nömrəsinə yaza bilərsiniz. Və eyni zamanda da müəllimlər bildirim ki, noyabr qruplarına artıq qeydiyyat başlayıb. Sizlər də noyabr qruplarına qoşulmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Və müəllimlər, gəlin artıq başlayaq, sualımıza baxaq. Bu günlərim sizlərə bilik və onun növləri haqqında sınaq təqdim edəcəyəm. Cədvəldir müəllimlər ilk olan sualımız. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir bizə. Keçən dərsimizdə də bir neçə cədvəl salmışdım sualların içərisinə və indi də nəyə görə? Çünki müəllimlər cədvəl üzərində çox qarışdırırlar bəzən. Yanlışa yol verirlər, tapmaqda çətinlik çəkdiyinə görə cədvələ daha çox üstünlük verirəm mən öyrənmək üçün. Gəlin müəllimlər, elə birinci sualımızda bizdən uyğunluğu istəyir. Yenə də şərtə baxırıq həmişəki kimi. Doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. Prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə əlaqəli olur. Bəli, prosedural bilik müəllimlər tətbiq etmək mərhələsi ilə əlaqəli olur. Ümumiyyətlə, gəlin bir xatırlatma eləyək. Biliyin hansı növləri var idi? Faktoloji bilik var, konseptual bilik var, prosedural bilik var və metakognitiv bilik vardır. İkidə bizə deyir ki, metakognitiv bilik konseptual biliyə nisbətən daha üst səviyyədə yer alır. Bəli, doğrudur. Ümumiyyətlə, metakognitiv bilik elə biliklərin içərisində ən üstünü metakognitiv bilik hesab edir. Nəyə görə? Çünki metakognitiv bilik zamanı insan özü haqqında məlumatlı olur. Özünün müsbət mənfi tərəflərini bilir, özü üçün bir plan tərtib edə bilir. Özünə nə uyğundur, onu belə deyək də insan bilir. Ümumiyyətlə, bunu da yadımızda saxlamaq üçün öz əvəzliyini biz yadımızda saxlaya bilərik də. Yəni, özüm haqqında nə isə bilirəmsə, artıq bu metakognitiv bilikdən irəli gəlir. Daha sonra sintaktik təhlil zamanı istifadə olunan terminlər faktoloji biliyə aiddir. Baxın müəllimlər, ümumiyyətlə sintaktik təhlili desəz, sintaktik təhlili həll eləyir. Bu zaman biz prosedural bilik kimi götürərik. Amma burada bizə terminləri deyir. Məsəl üçün, orada var təyin, mübtada, xəbər və s. terminlər istəyir bizdən. Faktoloji biliyə aiddir. Bəli, fakt istəyir bizdən, doğru götürdük. İki hadisənin oxşar və fərqli xüsusiyyətlərinin müqayisə edilməsi konseptual bilikdir. Bəli, oxşar fərqli tərəfini bilməyimiz, müqayisə etməyimiz, izahını verməyimiz, fərqləndirə bilməyimiz, bunlar isə daxildir konseptual biliyə. Doğrudur müəllimlər. Ümumiyyətlə, cədvəlimizdə hər biri doğrudur, yanlış variant yoxdur. Bizə deyir, yanlışın altından yanlışı seç. Yanlışımız varmı? Yoxdur. 3 ilə 4-ü deməli ki, mən burada seçə bilmərəm variantda. Amma doğrunun altında 1 də doğrudur, 2 də doğrudur. Deməli ki, mən variant olaraq A variantını seçə bilərəm. Çünki mənim cavabıma uyğun olan 1 ilə 2-dir. Güman eləyirəm, sizə aydındır. İkinci sualımıza baxaq. Yenə də cədvələ əsasən uyğunsuzluğu müəyyən edin deyir. Cədvələ əsasən uyğunsuzluqda yenə də ilk olaraq unutmuruq şərtə baxmağı. Doğrudan yanlışı, yanlışın altından artıq düzü seçməliyik. Metakognitiv bilik düsturları yadda saxlamaq üçün fərqli strategiyaları bilmək. Bəli, metakognitiv bilikdən irəli gəlir. Faktoloji bilik digər bilik arasında əlaqə qurmağı tələb edir. Bunu faktoloji bilik yox, konseptual bilik desək daha doğru olardı. 2 yanlışdır. Daha sonra yanlışın altında olan variantlara gəlin baxaq. Prosedural bilik bir müddət sonra avtomatikləşə bilir. Bəli, prosedural bilik bir müddət sonra avtomatikləşə bilər. Bunu mən dərslərimdə həmişə belə misal çəkirəm ki, müəllimlər, məsəl üçün məktəbə hazırlığa gedən uşağa desək 2 üstəgəl 2 neçə eləyir. Uşaq artıq başlayacaq onu barmaqla hesablamağa da. Bir əlində, sağda da, solda da 2 tutur. Hesablama eləyir ki, bunun cavabı 4 eləyir.
Amma birinci sinifə gedən uşağa baxaq. 2 + 2 neçə eləyir? Artıq uşaq onun bizə belə deyək də, vərdiş halına keçmiş cavabını deyəcək ki, 4 eləyir. Yəni avtomatikləşibdir bu. Yəni prosedural bilik bir müddət sonra avtomatikləşə bilir. Doğrudur. Dəqiq fənlər, misal, məsələ həlli bu biliyə əsaslanır. Qarşıda tire qoyulub konseptual. Dəqiq fənlər, misal məsələnin həll eləməyimiz axı konseptual bilik deyil. Bu isə yanlışdır müəllimlər. İndi baxaq, doğrunun altından bizə yanlış lazım idi. 2-ni götürdük. Yanlışın altından bizə düz lazım idi. 3-ü götürdük. Deməli ki, bizim sualın cavabı 2 və 3 olacaq. Variantlara baxaq. A-da deyil. 2 və 3 B variantı uyğundur sualımızın cavabına. İkinci sualımızda olacaqdır B variantı. Növbəti 3-cü sualımıza baxaq. Üçüncü sualda yenə də cədvəl verilir və cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Günel MİQ imtahanına hazırlaşdığı üçün özünə plan tərtib edir. Metakognitiv bilik doğrudur, özünə plan tərtib edə bilir. Öz sözünü biz burada gördük. Qarşı tərəfə bunun doğru olduğunu deyir. Doğrudur. Uyğunluq var burada müəllimlər. Qafqaz dağları Avrasiya materikində yerləşir. Faktı bizə söyləyir və faktı bizə söylədiyinə görə faktoloji bilik hesab edir. Doğrudur. Amma qarşı tərəfdə bunun yanlış olduğunu deyir. Yəni burada artıq bir müsbətimiz var, bir mənfimiz varsa uyğunsuzluğu görürük burada. İkinci Dünya müharibəsi 1939-45-ci ildə baş verib. Konseptual və qarşı tərəfdə bunun doğru olduğunu deyir. Əslində bu konseptual deyil, yenə də faktoloji biliyə əsaslanan məlumatdır bu. Çünki faktı bizə deyir, tarixi bizə deyir, amma qarşı tərəfdə bunun doğru olduğunu deyir. Amma burada yanlış idi. Yenə də uyğunsuzluğu görürük, yanlış, doğru. Turşularla əsasların reaksiyasının necə aparmaq lazım olduğunu bilmək. Necə, hansı ardıcıllıqla aparacağıq, biz bunu bilirik. Prosedural bilikdən irəli gəlir, doğrudur. Qarşı tərəfdə də bunun doğru olduğunu deyir. 4-də də biz uyğunluğu görürük. Zərbəni ölçmək üçün sınağı necə keçirmək lazım olduğunu bilmək. Prosedural bilik. Bəli, yenə də burada necə aparılacağını bilir. Prosedural bilik. Qarşı tərəfdə bunun yanlış olduğunu deyir bizə. Yenə də burada da biz uyğunsuzluğu görürük. İndi müəllimlər, harada gördük uyğunluğu? 1-də və 4-də biz uyğunluğu gördük. 1 və 4-də variantlara baxaq, harada var 1 və 4? Deməli ki, D variantı bizim sualımızın cavabıdır. Daha sonra növbəti sualımıza gəlin, keçid edək müəllimlər. Bir daha xatırlatma edeyim müəllimlər. Dərslər haqqında məlumat almaq istəyirsinizsə 055 527 2599 nömrəsinə yaza bilərsiniz. Eyni zamanda da müəllimlər paylaşdığım bu video ödənişsizdir. Həmkarlarınızla olduğunuz qruplarda paylaşa bilib öz həmkarlarınıza dəstək ola bilərsiniz. Zaten bunu sizin belə deyim faydalı olması üçün paylaşıram. Siz də öz həmkarlarınıza dəstək ola bilərsiniz. Noyabr qruplarına da qeydiyyat davam edir. 4-cü suala baxaq. Nuray sabah imtahan verəcək. O əvvəlcə dərsini oxuyur, sonra özünə sual verir. Bu mövzunun əsas hissəsini başa düşdümmü? Harada səhv etdim? Əgər bu qaydanı yadımda saxlamaq çətindirsə, onu yazılı şəkildə təkrar etsəm daha yaxşı olar. Verilən situasiyada şagird hansı bilik növü formalaşmışdır? Yenə də uşaq özünün belə deyək də, mənim harada çətinliyim var? Siz özünüz mövzunu öyrənirsiniz, harada çətinliyiniz var, harada daha yaxşı bilirsiniz, bunu üzə çıxartmaq istəyirsiniz və özünüzə müəyyən qədər bir suallar verirsiniz. Bu nədən irəli gəlir? İnsanın metakognitiv biliyinin olmasında, yəni özünə sual verir. Mən dərsimi başa düşdüm, harada səhv elədim mövzuda? Əgər bu qaydanı yadımda saxlamaq çətindirsə, yazılı şəkildə təkrar eləsəm daha yaxşı olar. Yəni öz öyrənmə yolunu bilir uşaq. Bilir ki, bunu yazılı şəkildə yazsam yadımda daha yaxşı qalacaq. Və sualın cavabı olacaqdır metakognitiv bilik. Cavab oldu C variantı. Növbəti sualımıza gəlin, keçid edək. 5-ci sual. Rəşad riyaziyyat tapşırığını yerinə yetirərkən anlayır ki, bu tip məsələləri həll etmək üçün əvvəlcə misalı sadələşdirmək lazımdır. O öz-özünə deyir. Keçən dəfə bu cür misalları səhv etmişdim. İndi fərqli üsulla yoxlayım. Şagirddə hansı bilik növü inkişaf etmişdi?
Yenə də müəllimlər uşaq riyaziyyat tapşırığını yerinə yetirərkən anlayır ki, başa düşüb ki, bu tip məsələləri həll etmək üçün əvvəlcə misalı sadələşdirmək lazımdır. Öz-özünə də fikirləşir ki, keçən dəfə bu cür misalları səhv eləmişəm. İndi fərqli üsulla yoxlamalıyam. Yenə də bu nədən irəli gəlir? Metakognitiv bilikdən irəli gəlir. Uşaq nəyisə düşünə bilir, metakognitiv bilikdən irəli gəlir. Cavab olacaq A variantı. Növbəti suala baxaq. Əli süfrə açmağı öyrənir. Süfrəni səliqə ilə sərir, qab-qacağı düzgün yerləşdirir, qonaqlara yeməyi təqdim edir. Verilən situasiyada Əli hansı bilik növü formalaşmışdır? Baxın müəllimlər, elə gündəlik olaraq bir xanım olaraq, qadın olaraq özünüz evdə süfrə açırsınız, yemək hazırlayırsınız, süfrəni səliqə ilə düzürsünüz, qab-qacağı yerləşdirirsiniz. İndi bunu qonaq gəlir, məsəl üçün evdə ad günüdür, bir xüsusi gününüz var, evdə bunu keçirirsiniz. Özünüz hər şeyi hazırlayırsınız. Hansısa bir ardıcıllıqla nəyisə yerinə yetirirsiniz də. Yəni uşaqda, Əlidə hansı bilik növü burada formalaşıbdır? Elə sizin növsünüzdə bu işləri ardıcıllıqla yetirən zaman hansı bilik növü formalaşır? Prosedural bilik. Çünki hansısa işi biz necə ardıcıllıqla yerinə yetirdiyini bilirik. Hansı ardıcıllıqla yerinə yetirdiyimizi bildiyimizdə prosedural bilikdən irəli gəlir. Cavab olacaqdır B variantı. 6-cı sualın cavabı B variantı. Növbəti suala baxaq. Yenə də növbəti sualımız 7 cədvəl sualdır. Cədvələ əsasən uyğunluğu istəyir bizdən. Uyğunluq dediyinə görə doğrudan doğru, yanlışdan yanlışı qeyd edirik. Tənqidi təfəkkürə malik şəxslər əsassız fikirləri bir-birindən fərqləndirə bilir. Doğrudur, tənqidi təfəkkürə malik olan insanlar əsassız fikirləri bir-birindən fərqləndirə bilər. Tənqidi təfəkkürə malik şəxslər alternativ yollar tapmaqda sərəştəli olur. Yanlışdır. Alternativ axtaran yaradıcı təfəkkürə malik olan insanlardır. Tənqidi təfəkkürə aid olan insanlar biz bunu aid edə bilmərik. İnsan düşünərkən yalnız bir düşünmə formasından istifadə etmir. Doğrudur bu. Tənqidi təfəkkürə malik olan şəxslər müəyyən məsələlərə qeyri-standart yanaşma irəli sürə bilirlər. Yenə də müəllimlər qeyri-standart yanaşma deyir. Bu da nədən irəli gəlir? Yaradıcı təfəkkürün olmasından irəli gəldi və 4 yanlışdır. Tənqidi təfəkkürə aid deyil bu. İndi biz doğrudan doğrunu seçməliyik. 1, yanlışdan yanlışı seçməliyik 4. 1 və 4 bizim sualın cavabı olacaqdır deməli ki, 1 və 4-ü biz yenə də A variantında görürük. 7-ci sualımızın cavabı oldu A variantı. Növbəti sualımıza baxaq. Şagird adətən müəllimin ona hansısa materialı təqdim etməsini gözləmədən, eləcə də özü tapşırıqların həllində lazım olan məlumatları əldə etmək üçün əlavə resursları araşdırmağa təşəbbüs göstərir. Şagirdin fəaliyyəti onun hansı kompetensiyasına malik olduğunu deməyə əsas verir. Baxın müəllimlər, müəllim sizə tapşırıq verir ki, bunu işlə, amma siz özünüz ondan kifayətlənmirsiniz. Müəyyən qədər əlavə kitablardan da istifadə edirsiniz ki, mən bu ilmik imtahanında imtahan verəcəyəmsə, orada birincilik məndə olmalıdır. Əlavə mənbələri də araşdırma edirsiniz. Bu nədən irəli gəlir? Yəni situasiyaya oxşar bir variant təqdim elədim sizə. İnsan öyrənməyə belə deyək də, öyrənmək kompetensiyası insanda formalaşan zaman əlavə mənbələrə də əl atır, can atır öyrənməyə, belə deyək. Amma elə insan var ki, heç marağı yoxdur, həvəsi yoxdur kitab oxumağa. Çünki onların öyrənmək kompetensiyası bu insanlarda formalaşmayıbdır. Riyazi savadlılıq bağlı kompetensiya, yəni sualımıza uyğun deyil burada. Riyaziyyatdan heç bir söhbət getmir. Öyrənmək kompetensiyasını biz B variantında görürük. Sualımızın cavabı B variantıdır. Daha sonra 9-cu suala keçid edək. Bu hissədə fəaliyyət, digər hissədə isə kompetensiya və bacarıq verir bizə. Baxaq, harada uyğunluq var. Şagird mənbələrdən faydalı hissələri müəyyənləşdirir, mühakimə yürüdərkən bunlardan istifadə edir. Mənbələri oxuyur, mənbələrdən faydalı hissəni müəyyənləşdirir, mühakimə yürüdərkən bunlardan istifadə edir. Savadlılıq kompetensiyası informasiya savadlılığı. Doğrudur müəllimlər.
Bu yəni uşaq hər hansı bir araşdırmanı aparır, mühakiməsini yürüdə bilirsə, deməli ki, informasiya savadlılığı da var bu uşaqda, savadlıq kompetensiyası da formalaşıbdır. Şagird başqa xalqın mədəni xüsusiyyətləri haqqında məlumatlıdır. Çox dil bilmə kompetensiyası, oxuyub anlama. Bu da doğrudur. Daha sonra şagird özünün və gündəlik xərclərini müəyyənləşdirib valideynə bildirir. Maliyyə savadlılığı verir müəllimlər. Bu hissə doğrudur, amma fəal vətəndaş mövqeyinə aid deyil axı bu. Biz bunu doğru kimi götürə bilmərik. 3 yanlışdır. Gəlin elə variantlarda da harda 3 var, çıxaq. Aha, indi bax, 4-də baxaq. Şagirdlər məktəbdə kompüter ehtiyatla qaydalara uyğun şəkildə istifadə edirlər. Rəqəmsal savadlılıq özünü idarə etmə. Bəli, əgər uşaq həm kompüteri istifadə edirsə, rəqəmsal savadlılıqdan irəli gəlir, ehtiyatla qaydalara uyğun şəkildə istifadə edirsə, özünü idarə etmə uşaqda formalaşıbdır. 4-də doğrudur. 2-ni doğru götürdük, 1-i doğru götürdük. 5-ə də baxaq. Şagird məktəbə gələn xarici ölkənin nümayəndəsi ilə ünsiyyət qurmağa çalışır. Sahibkarlıq kompetensiyası, ünsiyyət. Ünsiyyəti burada doğru verir müəllimlər, amma sahibkarlıq kompetensiyasına aid deyil burada. Yəni bunu yanlış götürürük. 5 də yanlışdır. Sualda 1, 2, 4-ü doğru götürdük. 1, 2, 4 cavab olacaqdır B variantının. B variantında biz bu ardıcıllığı görürük. 9-cu sualda oldu B variantı. Növbəti sualımıza keçid edək. 10-cu sualda bizə nə deyir? Müəllim tədris ili başlayandan bir neçə dəfə valideyn iclası keçirir. Lakin valideynlərdən biri müəllimin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq iclaslarda iştirak etmir. Müəllim valideynin bu ehtinatsızlığını iclaslar zamanı digər valideynlərə mənfi örnək olaraq çəkir. Bu situasiya ilə bağlı verilənlərdən hansı fikir doğrudur? Doğru olan fikirləri gəlin seçək. Valideyn öz öhdəsinə düşəni, müvafiq vəzifəni yerinə yetirmir. Bəli, valideyn iclasda iştirak etməli idi. Doğrudur. Müəllim valideynin müvafiq hüququnu təmin etmir. Müəllim etik davranış qaydalarından insan hüquqlarına hörmət prinsipini pozur. Doğrudur. Bu vəziyyət məktəb valideyn əlaqənin tənzimlənməsinin tələbini pozur. Doğrudur. Müəllim tədris prosesinə dəstəkləyici mühit yaratmır. Ümumiyyətlə müəllimlər, baxın burada deyir, dəstəkləyici mühit yaratmır. Axı müəllim valideynə dəstəkləyici mühit yox, şagirdə dəstəkləyici mühit yaratmalıdır. Bu da yanlışdır müəllimlər. Doğru olanları götürdük 1-i, 3-ü, 4-ü. 1, 3, 4. Sualın cavabı oldu 2 ilə 5 yanlışdır. 2 ilə 5 hansı variantda var çıxaq. Cavab olacaq A variantı 1, 3, 4. A variantında biz bunu görürük. Suallarımız bu qədər müəllimlər. Növbəti həftə də sizə növbəti sınağı təqdim edəcəyəm və yaxud bu mövzu izahı da ola bilər. İnşallah ki, bu sizlər üçün faydalıdır. Yenə də sonda bildirim ki, kanala abunə olmağı unutmursunuz. Mən sizlərə imtahanda uğurla keçməyinizə dəstək oluramsa, sizlərdən də tək bir istəyim kanala abunə olmağınız və videonu həmkarlarınızla paylaşmağınızdır. Sağ olun, salamat qalın.